İstilik dərəcəsi nə qədərdir? 96 dərəcə. Keçirik yağın davleniyasına. Yağın davleniyası nə qədərdir? 180 dərəcə. Avtomobildə bax bunu görmək üçün. Bax bu yağın davleniyasının 180 olmağını görmək üçün. Ölkəcə bunun əlindən dad edir. Chevrolet Malibu sürücüləri. Yaxından zəhmət olmasa. Deməli, Chevrolet Malibu modelindən söhbət gedir. Avtomobil Amerikadan bir neçə ay bundan öncə yaxınlaşıb bizim ölkəyə. Amerikadan da mexanikal problemlə yaxınlaşıb ki, avtomobildə yəni mexanikal problem var mühərrik barəsində. Mühərrik yığılıb və mühərrik yığılandan sonra videonun baş hissəsində qoyduğum kimi yağın davleniyası avtomatik olaraq düşüb 120-130 dərəcəyə. Tam avtomobil qızandan sonra. İndi ustaların son zamanlar bu barədə daha çox problemlər baş verir. Nəinki biz Chevrolet ustaları. Və yağın davleniyası 120 dərəcəyə düşəndən sonra mühərrik bir daha sökülüb, bir daha yığılıb. Yerindən effekt verilmədiyi üçün qalovka dəyişirilib. Zəhmət olmasa yaxınlar. Qalovka yoxdur burada. Keç bura. Düzdür, çəkmiş səlqəsi vəziyyətdədir. Amma məcburi. Qalovka da buradadır. Avtomobildə qalovka dəyişirilib. Qalovka dəyişiriləndən sonra problem aradan qalxmayıb, keçib palavinka motor dəyişiblər. Bloku dəyişiblər ki, blokda farklıq var. Blokda dəyişiriləndən sonra zbor motor dəyişirilib. Götür bu motoru. Bax bu vəziyyətdən zbor motor dəyişirilib. Bu motor da effekt verməyib. Qardaş götürüb başqa motor qoyub avtomobilin üzərində. Və yenə də həmən problem olubdur. Və qardaş başını götürüb gətirib bura. Biz deyəndə ki, bəzi problemlər olur ki, biz deyirik ki, problemi tapdıq, biz nə bilim neynədik, biz nə bilim neynədik. Bəzi ağızlar əyirlər, çıxırlar, deyirlər ki, yaxşı ustanın reklama ehtiyacı yoxdur, yaxşı usta nə bilim özü reklam eləmir. Bildiyiniz üzrə son bir ay ərzində, 2 ay ərzində mənim ya 1 ya 2 dənə videom olub, səhifədə girib baxa bilərsiniz və salam. Çünki biz reklam namını işləmirik. Bəzi çəkilişlər olur ki, biz onlara özümüzə hobbi görürük, gözündən görürük və problem gəzilir, o ustaya, bu ustaya, maşın sahibi and içir, onu 8 dəfə, 7 dəfə motor sökülüb, amma problem aradan qalxmayıbdır. Mən ustanı da qınamıram, çünki bəzi problemlər olur ki, həqiqətən də biz ustaları çox yorulur. Allah hər birimizi bu cür avtomobillərdən və bu cür problemlərdən qorusun, əziz ustalarımız. Sadəcə olaraq qlobal olan mövzu ki var ha, biz o problemləri vaxt bu cür həll edirik. Amma ki, bu səfər problemi çəkib dərdini deməyəcəm. Amma faktiki olaraq maşın sahibinin nömrəsinə qədər verə bilərəm, əgər maraqlı olanlar varsa. Və yaxud da ki, sadəcə olaraq satdıq maşındır deyə, maşın satdığa çıxacaq deyə maşının nömrəsini göstərmirəm ki, bəziləri tanısın. Amma faktiki olaraq, yəni qardaş, problem həll olundu. Bu birinci motor, bu da ikinci motor. Qardaşın özünə veririk, avtomobil də verir özünə, tam sərbəst şəkildə sürür. Öpürəm, özünüzdən müğayət olun. Allah hər birimizi əziz ustanı bu cür problemlərdən qorusun və əziz satıcılarım deyim, yoxsa müştərilərim deyim. Bağlar.